Fəlsəfə üçün Platon nə idisə, gotik ədəbiyyat, qorxu ədəbiyyat üçün Edgar Allan Poe eyni mənaya gəlir. Çünki biz gotik ədəbiyyatdan danışanda deyirik ki, klassik gotik ədəbiyyat, buraya Drakula daxildir, Frankenstein, Mary Shelley'in hansı ki videolarını çəkmişdim. Amma Edgar Allan Poe modern gotik ədəbiyyatının təməlini qoydu. Bu o deməkdir ki, Edgar Allan Poe'ya qədər qorxu xarici qüvvələrdə təsvir edilirdi. Məsələn, qəsrlər, atmosfer, məkanlar, bədheybətlər. Amma ilk dəfə Edgar Allan Poe sayəsində qorxu insanın psixologiyasının dərinliklərinə indi. Məsələn, bu nə deməkdir? Edgar Allan Poe'nun yaratdığı obrazlarda biz paranoya, şizofreniya, günahkarlıq hissi, bu tip məsələn özünün də həyatında bəhs elədiyi şeylər, ölüm qorxusu, bunları da anlamaq üçün Edgar Allan Poe'nun da həyatını bir növ bilməliyik, yenə də deyirəm, o dönəmi də bilməliyik. Çünki Edgar Allan Poe'nun demək olar ki, aşağı-yuxarı bütün əsərlərində ölüm qorxusu, ölümə qalib gəlmə hissi, məsələn şeirlərində itirdiyi, sevdiyi qadınlar ölür və daha sonra dirildiyini görürük. O ölüm motivi qısaca. Bunun səbəbi biz bilirik ki, 1800-cü illərdə Edgar Allan Poe əsərlərini yazıbdı və o dönəmlərdə tuberkuloz xəstəliyi, vərəm xəstəliyi çox geniş yayılmışdı. Hansı ki, bu vərəm xəstəliyi də, hətta deyərdim ki, çox maraqlı bir şey oxumuşdum bununla bağlı. O dönəmdə hətta gözəllik algısını belə təsir eləyibdi. Məsələn, biz gotik ədəbiyyatda qadın təsvirləri görəndə və yaxud da ki, gotik filmlərə baxanda cılız, solğun, dərisinin rəngi solğun, yanaqları qızarımtıl, yəni bu tip zəif qadınlar görürük. Bu da bir növ o xəstəliyin o dönəmində qadınlar üzərində gözəllik algısının təsirinin deyərdim ki, göstəricisidir. Çünki bilirik ki, vərəm xəstəliyində insan arıqlayır, qızdırmadan dolayı yanaqlarında məsələn qırmızı qızarır, solğun rəng olur, boğunuq solğun dəri olur və digər məsələn qan motivi özü də bilirik ki, şərab çox önəmlidir gotik ədəbiyyatda, məsələn qanı simvol eləyir deyə. Vərəmdə də məsələn vərəm olanda ağciyər, hansı ki sevdiyi qadın da ağciyər vərəmindən ölmüşdü. Qan qusursan, yəni o dönəmin təsvirlərinə Edgar Allan Poe'nun həyatına mütləq baxmalıyıq. Ona görə birinci istəyirəm əslində gotik nə deməkdir? Gotik əslində 12-16-cı əsrlərdə ilk dəfə memarlıqda görürük. Hansı ki aşağılamaq mənasında bu söz ilk dönəmlərdə istifadə edilibdir. Germanlar bilirik ki, Roma, İtalyanlar o dönəmdə Romalılar Germanları barbar adlandırıb və bir növ barbar mənasında işlənilmiş bu sözlər. Çünki onlar getdikləri hər yerdə memarlıqları dağıdırmışlar, vəhşi adlandırmışlar qısaca. Və daha sonra ədəbiyyatda isə əsasən 18-ci əsrdən sonra görməyə başlayırıq və daha sonra ədəbiyyata yansıyır. Dediyim kimi təsvirləri də eyni ilə o kilsə, məkan təsvirlərini də görürük və istəyirəm çox qarışdırmadan Edgar Allan Poe'nun özünün həyatından bəhs eləyim. Edgar Poe qəribə şəkildə uşaq ikən hətta atası evi tərk eləyir, anası vərəmdən ölür. Yəni xəstəlikdən anasını da itirir. 3 qardaş olurlar, digər qardaş bacıları barədə məlumat yoxdur. Amma Edgar Allan Poe'nu, hansı ki sonradan Poe ləqəbini də alıb Allan olur yoxsa, onların soyadını da alır. Rəsmi olaraq baxmayaraq ki, atası, ögey atası heç vaxt onu rəsmi olaraq övladlığa götürməyib. Amma İngiltərənin o dönəmdəki çox zəngin ailələrindən birisi olub və bu səbəbdən ögey anası ilə də münasibətləri çox yaxşı olur. Anasının yerinə bir növ ögey anası qoyur, lakin o qadını da itirir eyni səbəbdən. Yəni davamlı olaraq Edgar Poe həyatına girən bütün qadınları itirir və bunu əsərlərində biz şeirlərində, hekayələrində görürük. O ölüm sorğulamasını və yaxud da ki, xəstəlikləri
və yəni böyük ehtimalla bu ailəsinin itkisi, övladlıq verilməsi, orada da anasının ölümünün özünün də onun travmaları var və psixologiyasına təsirləri olubdu. Atası əslində Edgar Poe'nu çox sevib və onun yəni Virginia Universitetinin məsəl üçün universitetinə təhsil almaq üçün göndərib. Amma Edgar Poe artıq gənc yaşlarında bunu belə hətta əsərlərində görürük. Məsələn, Qara Pişik əsərində, hekayəsində alkoqol, yəni içkiyə qurşanır, içki bağımlılığı olur, asılılığı və qumar asılılığı. Yəni bu səbəbdən də məsələn atası onu məktəbə yazdırır, amma kitablarını almağa və yaxud da ki qalmağa, keçinmək üçün pul ödəmir. Bunun özü də yəni həm tənqid edilir ki, atasının imkanı olduğu halda onu eləməyib, amma bir tərəfdən də məsələn belə bir həyatında şeylər də olub ki, ona göndərilən xərclikləri aparıb qumarda uduzurmuş və yaxud da ki içkiyə xərcləyirmiş. Və Edgar Allan'dan danışanda biz mütləq şəkildə bilirik ki, onun həyatında sevdiyi bir qız olub. Mən bunu oxuyanda çox qəribə gəlmişdi həqiqətən, çünki Edgar Allan Poe'nun ümumiyyətlə gotik ədəbiyyatı çox sevirəm. Amma öyrənəndə ki, o 13 yaşında öz xalası qızını sevib, hansı ki özünün 26 yaşı olub, aralarında həm yaş fərqi olub, həm də sevdiyi qız 13 yaşında olub. Bu atası ilə arasında problemlər yaranıb, hansı ki daha sonra yaşını böyüdərək hərbiyə yazılıb, orada bunu öyrənəndə atası yenə çox qəzəblənir. Aralarında problem yaşanan müddətdə xalasının evinə gedir. Və bu arada mütləq şəkildə bunu da deməliyəm ki, Edgar Poe bütün həyat boyu demək olar ki, maddi sıxıntılarla da bir növ mübarizə aparıb. Xalasının yanına gedəndən sonra orada dediyim kimi xalası qızını görür və onlar bir-birlərinə aşiq olurlar çox qəribə şəkildə. Hansı ki ətraflarındakı insanlar da bu münasibəti bir mənalı qəbul eləmir. Çünki birincisi kuzen belə deyim olduqları üçün, yəni onlarda bizdə məsəl üçün bir növ normaldır, amma onlarda bacı qardaş sayılır. Həm o mövzu var idi, həm də qızın 13 yaşı var idi. Yəni uşaq sayıldığı üçün. Amma 3 il müddətinə onların münasibəti baş tutmur, bir-birlərini sevirlər. 3 il sonra 16 yaşında olanda evlənirlər. Qızın adı yadımdan çıxdı, onu fikirləşirdim. Evlənirlər və 24 yaşında hansı ki evlənəndən sonra da xalasının evində qalırlar. Çünki başqa cür özlərini təmin edə bilmirlər. Yəni xalasının imkanları ilə keçinirlər. Və daha sonra o sevdiyi qadın 24 yaşında yenidən vərəm xəstəliyindən ölür. Hansı ki, məsələn Edgar Allan Poe bir çox əsərlərini deyirlər ki, sevdiyi qadın orada vərəm boğuşarkən, ölümlə boğuşarkən bu tərəfdə əsərlər yazırmış. Ya onu da hiss eləyirsən bir növ, o ağrıları da hiss eləyirsən. Və sevdiyi qızın itkisi onun həyatındakı ən böyük demək olar ki, travma olur. Hansı ki, yenə də deyirəm, məsələn, o ölümü sorğulamağa başlayır. Ondan sonra Revan Quzğun şeirinə baxaq. Məsələn, Edgar Poe'nun adı gələndə ilk ağlımıza gələn Quzğun şeiridir. Bu şeirdə onun sevdiyi qadın, yenə də Lenor adındadır sevdiyi qadın. Hansı ki, Lenor adlı başqa bir şeiri də var. Yəni adı şeirin Lenordur. Lenor sevdiyi qadın ölür və daha sonra bir gecə yazar ağrılarla boğuşarkən, bu ölüm itkisi ilə üzləşərkən bir qarğa gəlir gecə yarısı və qarğaya davamlı olaraq şeir şəklində soruşur ki, o yenidən doğulacaqmı? Yəni yenidən diriləcəkmi daha doğrusu? Qarğa deyir nevermore. Yəni heç vaxt, heç vaxt. Davamlı olaraq suallar verir və orada Quzğun heç vaxt cavab verir və yaxud da ki sual verir ki, məsələn, o cənnətdədirmi? Heç vaxt. Və yaxud da biz qovuşacağıq-mı? Nə vaxtsa? Heç vaxt. Və ölümün dəhşətini, ağrısını, reallığını bu şeirdə hiss eləyirdik. Hansı ki, yenə də deyirəm, Edgar Poe'nun ən məşhur şeiridir. Lenor şeirinin də əslində motivi dəyişmir. Eynidir, sevdiyi qadının kədərini yaşayan bir adam, daha sonra sevdiyi qadın dirilir, onun qarşısına gəlir və o anlayır ki, Lenor öldükdən sonra daha da gözəlləşibdir və onlar birlikdə olurlar. Yəni ölüm onların, əslində digər şeirlərində də belədir, ölüm onların
sevgisini bitirmir. Sevginin qarşısında böyük bir sınaq var. O da ölümdür. Amma ölüm olduqdan sonra belə sevgi əngəl tanımır. Yəni ölümə belə qalib gəlir. Çünki sevdiyi qadın yenidən dirilir o şəklində. Onu daha canlı görür, daha gözəl görür. Ola bilsin sevdiyi qadın ölüm, yəni xəstəlikdən öldüyü üçün çirkinləşib görüntü olaraq da və bu təsvirdə düşünürəm ki, daha canlı, daha diri, daha gözəl görünür onun gözünə. Və yaxud ki, eyni ilə Annabelli şeirində də eyni motivdir. Ölümü sorğuluyur. Demək, hekayələrinə gələndə bir şey deyim ki, birincisi Jack London kimi, məsələn, Jack London da deyirdi ki, pul qazanmaq yəni, üçün yazıram. Edgar Poe da eyni ilə hekayə dedim, yadıma düşdü ki, onun hekayələri qısa-qısadır və o uzun hekayələrin kimsə oxumayacağını deyirdi. Bir növ belə deyim, kütləyə yazırdı əslində. Və yaxud da ki, onun hekayələrində bu qorxu motivi özü deyirdi ki, insanlar bunu istəyir. Necə ki, modern zamanda məsəl üçün ən çox izlənilən, oxunan xəbərlər cinayət xəbərlərdir, kriminal xəbərlərdir. O dönəmdə də yəni eyni durumuymuş. İnsanlar daha çox belə qorxu, şiddət, ölüm, qan bunları görmək istəyirdi və Edgar deyirdi ki, mən bunu verirəm insanlara. Və eyni ilə yəni insanların sırf gözləntisinə görə hekayələrini qısa yazırdım. Və adını çəkəcəyim demək olar ki, bütün hekayələri əslində 3-4 vərək maksimum bu uzunluqdadır. Deməli, ilk ağlımıza gələn Morq küçəsində qətildir. Burada Morq küçə adıdır bu arada. Deməli, bu əsərdə hansı ki, daha sonradan deyərdik ki, ilk hətta dedektiv romandır, hekayədir. Oradakı Dublin olur, səhv eləmirəmsə, dedektivin adı. Hansı ki, daha sonradan hamımızın tanıdığı Sherlock Holmes'a da belə deyim, ilham veribdir bu əsər. Bu küçədə qətillər olur, cinayətlər olur və polis bunu tapa bilmir, cinayətin səbəblərini tapa bilmir. Daha sonra isə bir dedektiv gəlir və dedektiv janrı olduğu üçün, yəni orada məntiq, analiz etmə qabiliyyətini də biz o hekayənin içərisində oxuyuruq. Ağıl yürüdərək cinayətkarı tapır, hansı ki biz anlayırıq ki, cinayətkar sonunda bir meymundur, orangutandır belə deyim və bu da çox qəribə səslənirdi. Oradakı əslində meymun insanın öz daxilindəki o şiddət qarşısı alınmaz şiddətin təmsili olduğu da deyir. Yəni bizim əslində öz instinktimizdir və onun elədiyi cinayətlərin də belə xüsusi səbəbi olmur. İnstinktiv elədiyi cinayətlərdir. Ən önəmli əsəri dediyim kimi budur. Daha sonra Qara Pişik. Mənim ən sevdiyim hekayələrindən biridir Qara Pişik. Qara Pişikdə vicdanı insanın, daha doğrusu günahkarlıq psixologiyasını, hansı ki Freuddan çox daha öncədən biz görürük ki, Edgar Poe'nun əsərlərində biz bu paranoyanı, şizofreniyanı, yenə də deyirəm, o qorxunu, o dəhşəti gotik ədəbiyyatdakı o fövqəladə təbii hadisələri, o dəhşəti, qorxunu insanın psixologiyasına yeritmişdi. Yəni o qorxunu insanda hiss eləyirik. Məsələn, Qara Pişikdə yenə də həyatından izlər görür Edgar Poe'nun. Bir heyvansevər, uşaq vaxtı heyvansevər bir adam olur və Pluton adlı bir qara rəngdə pişik alır. Daha sonra bu adamda içkiyə qurşanır. İçkiyə qurşandıqca şiddət görürük, şiddətə meyillənir. Hətta həyat yoldaşını da döyməyə və deyir ki, mən bunu deyəndə utanıram, amma mən döyürdüm. Yəni arvadımı da döyürdüm. Digər heyvanları da döyür, amma sadəcə bu pişiyə yəni heç bir şey eləmir. Və bir gün şiddət o qədər çoxalır ki, içkinin gücü o qədər çoxalır ki, həmin pişiyə belə sadistcə işgəncə verir, onun bir gözünü oyur. Və daha sonra pişik ölür. Bir müddət keçəndən sonra qəribə şəkildə bənzər bir pişik çıxır qarşısına. O da qara rəngdə pişikdir. Və bu pişikdən sonra o cinayət eləyir, arvadını öldürür, divarda gizlədir. Sonra o psixologiyanı bizə eyni ilə danışır, necə hiss elədiyini, hansı ki polislər gəlib də yoxlama aparanda o deyir ki, yəni bütün gücümlə, yəni polisə heç bir şey hiss elətdirmirdim. Hər şeyin öhdəsindən gəlirdim. Amma sonda polisə məsələn qapıda sağollaşana deyir ki, hər yerə baxa bilərsiniz və əli ilə divara vuranda ki, məsələn bura da baxa bilərsiniz və divardan səs gəlir, pişiyin səsi gəlir. Daha sonra isə o qorxunu hiss edirik, əlbəttə ki, cinayətin üstü açılır
Və burada insanın o vicdanı, o paranoyası deyim, vicdanı da deyə bilərik, əslində günahkarlıq psixologiyasından öz cinayətinin üstünü açmış olur. Bir növ qara pişik, orada onun vicdanını belə deyim, təmsil eləyir. William Wilson var idi bu arada, vicdan dedim yadıma düşdü. Hansı ki, illər sonra Dostoyevski özü də Substance filmində bu iki əsəri əslində haqqında danışmışdım. O özgə romanını da Dostoyevski Edgar Poe'nun William Wilson əsərindən alıb və bu əsər də nəyə görə önəmlidir? Çünki Edgar Poe'nun gənclik, yeniyetməlik dövründən bəhs edildiyi deyilir. Çünki Edgar Poe dediyim kimi, yəni onu övladlıq götürürlər və imkanlı adamlar olur onu övladlıq edilən ailə. Amma bunu o qədər qəribə məktəbə göndərirlər ki, yəni qəbirstanlıqda təhsil alırmışlar şagirdlər. Hətta belə bir söylentilər də var ki, tələffüzlərdə, yəni boş vaxtlarında onlar qəbirləri qazdırmışlar. Bilmirəm, yəni biraz qəribə gəlsə də, yəni bu belə bir deyimlər də var Edgar Poe'nun aldığı təhsil barədə. Hansı ki, bu arada kifayət qədər təhsilli birisi olubdu, ədəbiyyatı, kriminala çox güclü marağı olubdu və yəni böyük ehtimalla yenə də deyirəm, bütün bunların da təhsili var. William Wilson'da da necə ki, qara pişik axırda onun divara gizlənər, onu ələ verir. Əslində yenə simvolik oxuya bilirik ki, bu onun vicdanıdır. William Wilson uşaq vaxtı öz əkizini görür, hansı ki, əkizi yanaranır eynilə. O pis əməllər eləmək istəyəndə həmən o əkizi ona mane olur. Davamlı olaraq onların arasında problemlər yaşanır və axırda o William Wilson, yəni öz əkizini öldürür. Yəni bir növ vicdanını boğmuş olur. Çünki nəsə toplumun əxlaqına zid və yaxud da ki, dininə zid insanın vicdanını belə deyim, tətiklənən əməllər elədikdə həmin adam qarşı çıxır və mübarizə gedir. Bir növ buna Freud tərəfindən baxanda id, ego mübarizəsi kimi də dəyərləndirmək olur əslində. Və axırda yəni ona qalib gəlir. Əslində orada super egodur dediyimiz kimi o qərar verici qüvvə və öldürür əkizini. Vicdanını susturur həyatda qalmaq üçün. Çünki vicdanı ilə hərəkət eləsə həyatda qala bilməyəcək. Yəni həyatda qalmaq üçün də biz bilirik ki, eləməli olduğumuz, yəni əxlaqlı olmayan amma yenə də eləməli olduğumuz reallıqda şeylər var və yəni yenə deyirəm, bu əsər də necə ki Dostoyevskinin özgə romanını bundan təsirlənmişdi. Daha sonra deməli Qırmızı maskalı ölüm, tam belə olmalıydı adı. Bu əsərdə də yenə eynilə ölüm mövzusu, yenə xəstəlik, yenə ölümdən qaçış, o nigaranlıq, hansı ki burada aristokrat bir kraliça xəstəliyin tüğyan elədiyi bir dönəmdə öz aristokratlarını yığır və saraya yerləşirlər və orada üzlərinə maska taxırlar, yəni. Bunu ölümdən qurtulmaq üçün, yəni bir növ ölüm onları tapmasın deyə üzlərini gizlətmək olaraq da analiz eləmək olur. Hansı ki onlar orada parti keçirəndə, belə deyim, bir qırmızı maskalı adam daxil olur. İlk başda kraliçə əmr verir ki, o qırmızı maskalı adamı öldürsünlər, amma yəni nəticədə qırmızı maskalı adam onların hamısını, saraydakıların hamısını öldürür. Burada da əslində yəni ölümün təbəqə tanımadığını, zənginləri də eynilə kasıblar kimi öldürdüyünü, zənginlərin də bu ölümdən qaça bilmədiklərini, ölümdən bir qurtuluşun olmadığını, yəni başqa bir xəstəliklərin yayıldığı bir yerdən başqa bir qəsrə gedirsən, üzünə maska taxırsan, hər şey edirsən, qaçırsan, amma qaçış yoxdur. Bu əsərdə də bunu görürük. Daha sonra Asher evinin süqutu var. Edgar Poe üçün çox önəmli, yəni əsərlərdən, hekayələrdən biridir. Burada da yenə ölüm mövzusu var, yenə. Burada da bir bacı qardaşın hekayəsini dinləyirik, hansı ki qəhrəman dəvət alır, öz dostu olur Asher onun. Və bacısı xəstə olur yenə və bacısı xəstə olduqdan sonra onu bastırırlar. Daha sonra isə bir də onların yəni ensestə bənzəyən bir münasibət var. Çünki əkizdirlər, bacı qardaşlar, amma həm də deyib ki, bizim aramızda çox qəribə bir münasibət var idi. Və bacısını bastırdıqdan sonra bir gün
həmən bacısı yenidən dirilib gəlmiş olur. Burada da o ölümün qorxusu, o ölümün dəhşətini yenidən təsvir edilir. O, yəni bacısının belə deyim, ölüm basdıranda qəbrə keçirdiyi hisslərin bir növ təzahürüdürmü? Yəni o deyirdi ki, mən onu basdıranda o hekayənin sonunda diri idi, diri bastırmışdım. Yəni yenə eyni ilə ölüm motivi, o günahkarlıq psixologiyası, o ölüm yenə də deyirəm, özü də bir qeyri-müəyyənlikdir. Ona görə ölümü davamlı olaraq sorğuluyur ki, nə olacağını bilmir. Məsələn, Quzğun şeirindəki kimi sorğulayır. Yəni deyirsən, ölümdən sonra həyat varmı? Məsələn, biz qovuşa bilərikmi? Quzğun, yəni yox, heç vaxt deyir, daha doğrusu, heç vaxt. Yəni bu əsərlərin hamısında Edgar Poe'nun öz həyatında yaşadığı şeylərdən bir də şeyin adı yadımdan çıxdı. Edgar Poe deməli hansı ki xalası qızı ilə evlənir 13 yaşını və o qız ölür. Ondan sonra bir dəfə də o keçmiş bəyəndiyi, sevdiyi qızla, Elvira olur bu arada qızın adı. Onunla yenidən münasibət qurmaq istəyir. Amma Elvira'nın ailəsi əsasən də 2 qardaşı olur. Onlar istəmirlər bu münasibəti. Çünki Edgar Poe'nun yəni çox mənfi əslində real olaraq da deyirlər ki, o dönəmdə çox tənqidi yazılar yazırdı. Çünki özünün fərqində idi, yazısının fərqində idi. Gücünün belə deyim ki, Kafkadan fərqli olaraq fərqində idi. Və tənqidi çox sərt dili olduğu da deyilir. Və bir də həm alkoqoldur, həm içki düşkünüdür, həm də ki qumarbazdır. Bu səbəbdən də Elvira'nın qardaşları istəmirlər, yəni bu münasibətə qarşı olurlar. Və onlar yenə buna baxmayaraq Elvira da istədiyi üçün münasibət davam edir. Və Edgar Poe'nun biz bilirik ki, ölümü də çox müəmmalıdır. Çünki o, onu dəstəkləyənlərdən bu arada ən çox dəstəklənilən birisi də bizim bildiyimiz Charles Dickens olub və deyilir ki, ölümündən öncə onun Dickens'lə görüşə getdiyi bilinirdi. Hansı ki, bir gün Edgar Allan Poe'nu şuursuz şəkildə tapırlar və daha sonra xəstəxanaya yerləşdirirlər, amma o ölür. Və hələ də onun ölümü cinayət idimi, hələ də yəni onun saçını belə deyim, analizlər aparıldı, müzakirə edilir hələ də. Çünki bir çox variantlar var. Qansızmadan, beyni qansızmadan, yüksək içki qəbulundan, spirtli içki qəbulundan, yəni bir çox variantlar var. Və bu variantlarından da birisi mənə də çox məntiqli gəlir, hansı ki, onun o nişanlandığı daha sonra Elvira'nın qardaşları tərəfindən. Çünki davamlı olaraq şantaj alırdı. Yəni bacımızdan ayrılmasaydım bir növ ölüm şantajları alırdı. Və bu da göstərilir. Yəni bu da variantların birinin içərisindədir ki, ola bilsin o sevdiyi qızın qardaşları tərəfindən öldürülübdür. Amma yenə də deyirəm, yəni belə dəqiq bir məlumat yoxdur. Onun ölümü çox müəmmalı qalır. Həyatı, yəni həyatı boyu demək olar ki, itkilər verib. Yenə də deyirəm, öz anası, ögey anası, sevdiyi qız, yəni davamlı olaraq həyatına kim girirsə onları itirir. Həyatı boyu, yəni çox əsərlərini çox, məsələn, ən məşhur və ona pul qazandıran Quzğun şeiri olub. Ondan $4 qazanıb. Yəni digər əsərlərini təsəvvür eləmək, yəni ki 1 dollara filan qazanırmış. Yəni bütün həyatı boyu da dediyim onsuz da çox qısa bir ömür sürür və həm də maddi sıxıntılarla boğuşubdur. Yəni modern gotik ədəbiyyatı deyəndə bir çox yəni izlərini görürük dediyim kimi. Freuddən belə öncə o günahkarlıq psixologiyasını, o paranoyak, o insanın psixologiyasındakı o nigaranlığı, qeyri-müəyyənliyin ona verdiyi eksistensialist bir növ əzabları, hamısını əslində Edgar Poe'da görürdük. Və düşünürəm ki, əsərləri indi oxuyanda məsələn o qədər də wow gəlmir, amma düşünəndə ki 1800-lərdə yazılıb bu əsər. Məsələn, Morq küçəsindəki qətldə bir meymunun qadınları öldürməsi cinayət. Yəni ilk dedektiv roman sayılır hətta bu. Hansı ki gotik memarlıq bildiyimiz kimi Avropalılar, yəni Germanlardan
gəlməkdir. Amma daha sonra Amerikalı yazıcı olduğu üçün o bir də Amerikaya bunu adaptasiya elədi, belə deyim. Və istər həm şəxsi həyatı ilə, həm sevgi macəraları ilə, həm yaşadığı dönəmlə, hansı ki, onun yaşadığı dönəmdən də istər-istəməz, məsəl üçün, Vərəmi biz oxuyuruq ki, onun sevdiyi qadınlar niyə ölürdü, niyə bu qədər qadınlar ölür və yaxud da ki, onun təsvir elədiyi qadınlar hamısı solğun, ağbəniz, çox incə, zəif, yəni o dönəmi belə anlayırıq ki, 1800-lər barədə, o dönəmin tibb sahəsi barədə, yəni bizə insanların, daha doğrusu qorxuları barədə, insanların problemləri barədə və yaxud da ki, məsələn, qotik təsvirlər deyəndə o dönəmdə bilirdik ki, məsələn, elektrik yox idi. Qotik ədəbiyyatda da bunun çox böyük rolu var. Elektrik yoxdursa, yəni axşam düşəndə o kölgələr yaranırdı. O kölgələrdən uşaq belə olanda biz məsələn işarələr edirdilər, kölgələrlə qorxudurdular tutan valideynlərimiz. Yəni onların belə oxuyanda o dönəmin təsvirlərini belə görürsən. Ona görə kitab analizlərinə baxanda fərqi yoxdur, mövzu nə olursa olsun. Fəlsəfədən də danışsa, siyasətdən də danışsa, nədən danışırsa, həmişə fikir vermişəm ki, fonda Edgar Poe'nun kitabını yerləşdirirlər. Yəni bu qədər deyərdim ki, önəmli bir yazardır Edgar Poe və düşünürəm ki, bizdə yenə də baxmayaraq ki, bir neçə film və yaxud da ki, əsərlər haqqında, Dracula, yenə də deyirəm, Frankenstein haqqında da videolar çəkmişdim. Bizdə o qədər bilinmir, amma Edgar Poe həqiqətən oxumaqdan zövq alacağınız bir yazardır. Onu yenə də deyirəm, anlayaraq, dönəmin anlayaraq, yazarın öz həyatını anlayaraq, keçirdiyi qorxuları, hissləri anlayaraq oxuyanda həqiqətən çox zövq vericidir və belə deyim, ədəbiyyatda inqilab deyə biləcəyimiz, yəni dönəmlər yaşatmış ədəbiyyata bir şəxsiyyətdir.